Kürdəxanada bir qrup uşaq hər gün futbol oynamaq üçün bu kiçik stadiona toplaşır. Bu meydançanı onlar üçün futbol sevgisini aşılamaq istəyən həvəskar məşqçi Zakir Əliyev yaradıb. Stadionun süni ot örtüyü yararsız vəziyyətdədir. Qapı köhnə dəmir parçasından düzəldilib. Top da çoxdan havasını itirib. Amma uşaqlar üçün fərqi yoxdur. Onlar üçün əsas olan oyunun həyəcanı, qol sevincidir. Mən hücumçuyam, 10 yaşım var. 2 ildir bura gəlirəm. Müəllim bizim üçün belə yer düzəltmişdi. 2 ildir. Mən bura gəlirəm 2 ildir. Mən Qarabağ futbol komandasını azərkeşiyəm. İstəyirəm böyüyəndə, yetişəndə burada futbolda yetişim və gedim Qarabağ komandasında oynayım. Mənim komandamı sevdiyim Zirədir. 6 aydır gəlirəm idmana. Müəllim bizi bölüşdürür, futbol oynayırıq, məşq eləyirik. Çox qəşəng bütün gün keçir. Səhərlərdir məşq, 11-in yarısı qurtarır. Xalçalar mənim üçün yaxşıdır, amma kimin üçünsə pisdir, kimin üçünsə yaxşıdır. Toz torpağın içində olan bu meydança uşaqların ən sevimli yeridir. Bəlkə də gələcəyin futbolçuları elə bu balaca stadionda yetişir. Komandada bir nəfər qız da var ki, oğlanlardan heç də geri qalmır. Stadionun vəziyyətindən də narazı görünmür. Məqsədim futbolçu olmaqdır. İnşallah böyük klublarda oynayacağam, qızların klublarında oynayacağam, millilərdə oynayacağam. Yəni mən çox çalışıram bu futbolçu olmaq üçün, zirvəyə çıxmaq üçün. Yəni bu xalçalarda zətdə. Burada qısa addımlarla, bu əllər hərəkət edir, ayaqlar. Buradan yanar Bu meydançanı uşaqlara bəxş edən Kürdəxanı sakini Zakir Əliyev deyir ki, özüm həvəskar məşqçiyəm. Məqsədim sadəcə uşaqlara futbolu öyrətmək deyil, onlara həm də düzgün istiqamət vermək, pis vərdişlərdən uzaq saxlamaqdır. Davay, Rufat, bir dənə də. Davay, Allah neysə. Öz həyatımda, öz şəxsi gücümə bu stadionu düzəltmişəm. Kənddən, Kürdəxandan uşaqları cəlb edirəm bura. Yəni məşqlər də təmənnasızdır. Əsas istəyirəm ki, burada futbolçu yetişsin. Sabah Azərbaycanın yığmasına, klublarına bizim də töhfəmiz olsun. Bu hər bir uşağın, bura gələn uşağın ürəyində arzuları var. Hər bir uşağı soruşlar bir-bir, hamısı böyüyəndə futbolçu olmaq istəyirlər. Əsas bizə xalçamız biraz, mən bunu tapıb gətirmişəm. Biraz xalçamıza kömək olsaydılar, meydançamızın xalçasını düzəltməyə, toplarımız çatışmır. Ümid edirik bu stadiondakı bu qədər çətinliklərə baxmayaraq, davamlı və əzmlə məşq edən bu uşaqlar bir gün dünyanın ən məşhur stadionlarında qol vurub Azərbaycanın adını ən yüksəyə qaldıranlardan olacaqlar. Vurğun Mədətov, Anar Ağazadə, İTV Xəbər.